Paltaqda bir otaqları var. İmam Mehdini əleyhissalam dəstəkləmək üçün hər şeyi etməyə hazırdılar. Baxın, bu çox önəmli bir hissədir. Hər şeyi etməyə hazır. Allaha da lazım olan səmimi mömin belə olmalıdır. Yəni Allah yolunda, Allahın höccəti yolunda hər şeyini verməlidir. Məsələn, Qurani-Kərim ayələrində baxıb görürük ki, Rasulullah əleyhissalamın dönəmində müharibəyə qədər, hər hansı bir cihad hadisəsinə, müharibəyə qədər Peyğəmbərə iman edirdi. Allah da ayələr nazil edir ki, Allah yolunda mallarınızla və canınızla cihad edin. Bəli. Bir müminin nəyi var? Bir canı var. Bir də malı, ailəsi var və salam. Başqa insanın nəyi ola bilər ki? Yəni, istər varlı olsun, istər kasıb olsun, bundan artığı maksimum olmur. Yəni, ya insanın canı olar, ailə uşağın olur, bir də ki, malın olur, varın, dövlətin. Allah da Quranda buyurur ki, bu üçü ilə Allah yolunda cihad edən və Allah da onları tərifləyir davamında. Baxıb görürük ki, burada da Əhməd Əleyhisselamın söhbət elədiyi şəxs İmam